ölkəmizdə cəza çəkən 4 nəfər erməni Ermənistana təhvil verildi. Bununla bağlı cəmiyyətdə müxtəlif fikirlər səsləndirildi. Bəs sizin bu barədə fikirləriniz nədir, münasibətiniz nədir? Mən hesab edirəm ki, humanizmdən daha çox bu dövlətlərarası münasibətlərin yeni mərhələyə qədəm qoyması üçün bir körpü rolunu oynayır. Humanizmdən söhbət gedərsə, hesab edirəm ki, bu tip cinayətkarlara Azərbaycanda nə hakimiyyət, nə müxalifət, nə cəmiyyət, nə ayrı-ayrı vətəndaşlar heç biri humanist münasibət göstərməz və göstərməzdi də. Amma Cənubi Qafqazla bağlı iri dövlətlərin də iştirak etdiyi böyük bir proje var, böyük bir layihə var. 2025-ci ilin 8 avqustunda Ermənistan-Azərbaycan arasında sülh müqaviləsinin paraflanmasından sonra tərəflər yeni mərhələyə qədəm qoyduqlarını bəyan ediblər. Bu günlərdə 2026-nın ilk günlərində Amerika Dövlət Katibinin açıqladığı yeni plan Zəngəzur dəhlizinin işə düşməsi üçün hazırlıqların son mərhələyə qədəm qoyması və tərəflərin də məsuliyyətlərini bir qədər də artırması nəticə itibarilə münasibətlərdə də yeni dövrün başlanğıcına gətirib çıxarmalıdır. Buna görə də bunu humanizm yox, region siyasətində yeni gəlişmələr kimi xarakterizə etmək daha düzgün olar. Və çox təəssüflər olsun ki, bunu bəziləri də, elə bəzən hakimiyyət nümayəndələrinin içində olanlar da humanizm kimi xarakterizə edirlər və bu da əhali içərisində də, cəmiyyət içərisində də bir qıcıq yaradır. Hər şeyi öz adı ilə demək lazımdır. Ermənistan-Azərbaycan yeni mərhələyə daxil olur. Bu yeni mərhələdə tərəflər qarşısında müxtəlif öhdəliklər var. Tərəflər qarşısında müxtəlif vəzifələr qoyulur. Çünki bu layihənin gerçəkləşdirilməsi təkcə Azərbaycan-Ermənistan tərəfdən asılı deyil. Dünyanın bütün güc mərkəzləri gözlərini bu dəqiqə bu yeni layihəyə dikiblər. Bunun adına Amerika Birləşmiş Ştatlarının prezidenti öz adını qoyub hətta bu layihəyə və buna görə də bu istiqamətdə düzgün təhlil və düzgün araşdırma aparmaq lazımdır. Azərbaycan dövləti bu adamları bağışlamalıdırmı? Dövlətin mənafe ilə vətəndaşın istəyi arasında həmişə fərqlər ola bilir. Vətəndaş daha emosional və daha hissi davranır, dövlət isə daha təmkinli, dövlət isə daha strateji olaraq düşünür. Bugün dövlətimizə o ermənilərin təhvil verilməsi mənafe itibarilə xeyir verirsə, mütləq bu addımı atmaq lazımdır. Anlayıram, bizim üçün də ağırdır. Bəlkə o qərarı verən adamların özləri üçün daha ağırdır bu təhvil vermək, Meşəli cinayətində, qətliamında iştirak edən bir adamı. Amma siyasətin təkcə bir üzü yoxdur ki, xoş üzü yoxdur ki, siyasətin biraz da güzəştlər üzü var, diplomatiyanın biraz da açıq qapıları var. Diplomatiya bağlı qapılar olmur təkcə. Diplomatiya və münasibətlər sistemi istəyiriksə, yeni sülh müqaviləsinin imzalanmasını istəyiriksə, yeni dövrdə Zəngəzur dəhlizinin açılmasını, Naxçıvanla Azərbaycanın arasında körpünün qurulması, quru sərhədlərin artıq olmasını, mövcudluğunu və işlək mexanizmə çevrilməsini, üçüncü dəhliz yolu kimi bu yoldan, orta dəhliz yolundan istifadə etmənin avantajlarını düşünürüksə, mütləq bir yerdə güzəştə gedəcəksən. Güzəştə səndən nə istəyirlərsə onu verəcəksən. Səndən nə istəyirlərsə mümkün olan qədər verəcəksən. Dirəniş göstərib Azərbaycan hökuməti, Amerika Birləşmiş Ştatlarında kongresmenlər, senatorlar kifayət qədər imza topladılar. Hətta ən qatı cinayətkarların belə Ermənistana verilməsi. Avropa Birliyi bundan belə qərar çıxartdı. Dünya bununla bağlı kifayət qədər mövqe ifadə etdi ki, bunları əsir və girovlar kimi nəzərdə tutub geri qaydarsın. Azərbaycan dedi, bu cinayətkarlardır. Nə qədər mümkündür, o qədər müqavimət göstərir. Amma bir yerdə ki, artıq diplomatiyadan, sülh və danışıqlardan danışırsan, bir yerdə qapını biraz da açmağı bacarmalısan, əks təqdirdə masada otura bilməzsən, əks təqdirdə qarşına qoyduğun layihələrin gerçəkləşdirilməsi istiqamətində doğru-dürüst faydalana bilməzsən. Ona görə Azərbaycan bu istiqamətdə doğru seçimlər edir və güman edirəm ki, bu yanlış addım deyil qətiyyən və gələcəkdə də bu tipli addımlar ola bilər. Bir nüansı, xırda bir nüansı da qeyd edəcəm. İçəridəki bəzən həbsdə olan Azərbaycanlılarla eyniləşdirirlər ki, Azərbaycanlılar əhv olunmur, onlar əhv olunur. Azərbaycanda əhvin mahiyyəti humanizm. Bu əvəzlənmənin isə mahiyyəti
əf və amnistiya aktları humanizm üçün. Sosial mediada aparılan müzakirələrdə hazırda məhkəməsi gedən ermənilərin də, yəni sonda Ermənistana təhvil veriləcəyi danışılır. Bu barədə nə düşünürsünüz? Mümkündür. Niyə də olmasın ki? Yenə deyirəm, dövlətin mənafeyi bugün onları mühakimə etməyi tələb edir. Azərbaycan dövlətinin mənafeyi mühakimə etməyi tələb edir. Sabah Azərbaycan dövlətinin mənafeyi o adamları təhvil verməyi və yaxud da nələrinsə müqabilində güzəşt edib onları geri qaytarmaq tələb edəcəksə verəcək. Dövlət üçün çalışırıq. Arayıq üçün, Levon üçün, Vartan üçün çalışmırıq. Dövlət üçün. O dövlətin mənafeyinin tələb olunduğu anda təhvil verilir. Elə belə kimsə kefindən bunu təhvil vermir ora. Dövlətin mənafeyi açıq, çox açıq ifadə edeyim. Amerika Birləşmiş Ştatları deyir ki, sən bu istiqamətdə biraz güzəştlərə getməlisən. Biz sənə güzəştə gedirik. Torpağını işğaldan azad etmisən, suverenliyini bərpa etmisən. İndi əlaqələr yaranır, Naxçıvanla da əlaqələr yaranır. Bunları sənə biz göz yumuruq bəzi məsələlərdə. Üstünə getmirik, iddia etmirik ki, bunlar hamısı demək girov və əsirdir. Qəbul edirik ki, bunlar cinayətkardır. Amma sən güzəştə get, onlardan bəzilərini burax. Bu normal bir şeylərdir. Dünyada hər yerdə baş verə bilən bir şeydir. Siz heç dünən axtarışda olan, beynəlxalq axtarışda olan, cinayətkar hesab olunan, terrorist hesab olunan Suriyanın indiki prezidentinin bugün prezident olduğunu görmürsünüzmü? Amerika Birləşmiş Ştatları kimi böyük bir dövlət terrorçu elan etmişdi, beynəlxalq axtarışa vermişdi. Bugün Amerika nümayəndələri bəhbəhlə görüşürlər. Niyə? Ölkəsinin marağı tələb edir. Hakimiyyət bundadır, real güc bundadır, Suriyaya nəzarət edir və danışır. Bugün Ermənistan-Azərbaycan münasibətlərində fərqli bir situasiya yaranıb. Dünən Xaçaturyan mühakimə olunmalıydı. Bugün Xaçaturyanın üzərindən əlavə dividendlər qazanmalıdır Azərbaycan dövləti. Sabah da Arayiklə də ola bilər, Ruben Vardanyanla da ola bilər, Quvəsiyanla da ola bilər və başqaları ilə də ola bilər. Proseslərin sürətlə sülhə doğru getdiyi bir vaxtda Azərbaycanlılar ermənilərlə münasibətdə hansı məsafədə dayanmalıdırlar ki, bu cəmiyyətdə qıcıq yaratmasın, nə də ölkənin sülh siyasətinə zidd olsun? Məsələ belədir. Biz biraz maksimalist xalqıq. Biz hər şeyin ya alisini, ağını, ya qarasını istəyirik. Orta xəttlər var, seçməliyik. Erməni ilə dost olmağa məhkum deyilik. Amma qonşu olmağa məhkumuq. Bugün proseslər gəlib Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll olunubsa, dünya da bu məsələyə hə deyibsə, bir sülh müqaviləsi paraflanıbsa və sülh müqaviləsində doğru gediriksə, Cənubi Qafqazda barış və sülh istəyiriksə, qonşu olmağa məhkum adamlar kimi davranmalıyıq. Qonşularla sıfır problem. Amma bu demək deyil, kimsə yesin ermənini bağrına bassın, kimsə yesin ermənini qucaqlasın, kimsə yesin erməni ilə təzədən qardaş olub Azərbaycan Hayastan oxusun. Ehtiyac yoxdur. Xətlərimizi düz müəyyənləşdirməliyik. Xətlərimiz bizim qonşu xətləridir. Və normal münasibətlər saxlaya biləcək qonşular səviyyəsinə gətirməliyik ki, Cənubi Qafqazda barış və sülh olsun. Başqa əllər uzanmasın Cənubi Qafqazın. Son olaraq, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı açılmış cinayət işi 2025-ci ildə geniş müzakirələr yaratdı. Son vaxtlar isə bu işlə bağlı açıqlamaların və informasiya axınının azalması müşahidə olunur. Sizcə bu nə ilə bağlıdır? Onu İstintaq Komissiyasına sual verin. Mənə aid olan sual deyil. Mən Azərbaycan dövlətinə xəyanət edən hər kəsin ən qəti şəkildə cəzalandırılmasını istəyirəm.